أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين minəl-an ilə liqai yevmiddin. Peyğəmbər ali Peyğəmbərə salavat zikr. Bəli, Allahdan istəyimiz budur ki, bu günləri xalqımız üçün mübarək eləsin inşallah. Çünki Ramazan ayı Allahın ayıdır və rəhmət və bərəkətlə Allah bəndələri ilə rəftar edir. Ümumiyyətlə Allah Peyğəmbər salavatullahın barəsində buyurur ki, biz səni aləmlərə rəhmət olaraq göndərmişik. Yəni Həzrəti Peyğəmbər salavatullahı aləmlərə, bütün varlıq aləminə. Təkcə bu insana aid olan məsələ deyil. Hətta qeyri-insan, insandan başqa varlıqlar belə Peyğəmbərin rəhmətindən faydalanır. Peyğəmbərin mərhəmətindən faydalanır. Həmin bu rəhmət və mərhəmət bütün varlıq aləmin əhatə elədiyi halda Allah gəlir bu rəhməti daha çox, daha üstün şəkildə varlıq aləminə sirayət elətdirir. Xüsusi günlər seçir. Deyir, həmişə rəhmət bütün varlıq aləminə əhatə eləyər. Məsələn, qiyamət günü hədislərdə buyurulur ki, İmam Sadiq əleyhissalam Allahın rəhməti o qədər təcəllə eləyəcək ki, iblis deyəcək ki, ola bilsin, məni Allah bağışlaya, ümid yaranacaq. İlahi rəhmət o qədər aşkar görsənəcək. Ramazan ayı da sanki həmin o rəhmətin açıq-aşkar görsəndiyi gündür, günlərdir, aydır. Ki, Həzrəti Peyğəmbərin Şabaniyyə xütbəsindən oxuyurduq. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, bu günlər, Ramazan ayının günləri ən üstün günlərdir. Dəqiqələri, saatları ən üstün saatlardır. Gecələri ən üstün gecələrdir. Dualarınız burada məqbuldur ki, keçən dəfə bu barədə danışmışdıq. فَإِنَّ الشَّقِيَّ مَنْ حُرِمَ مِنْ غُفْرَانِ اللّٰهِ فِي هَذَا الشَّهْرِ الْعَظِيمِ Həzrəti Peyğəmbər salavatullah buyurur, ən bədbəxt insan o insandır ki, bu əzəmətli ayda bağışlanmıyor. Bu əzəmətli ayda da bağışlanmasa insan da bundan bədbəxt insan yoxdur. Çünki bütün qapılar, bütün rəhmət qapıları, bütün ilahi ehsan qapıları hər bir şəxsin üzünə açıqdır. İlahi ziyafətdir. Allah öz süfrəsinə dəvət eləyib, mənəvi süfrəsinə. Bu süfrədə insanlar əyləşirik, istifadə edirik. Burada söhbət yeyib içməkdən getmir, düzdür. İftar süfrəsi adamın ağlına gəlir birinci, ancaq məqsəd o iftar süfrəsi yox, ilahi ziyafət, yəni mənəvi aləm, insanın ruhun aliləşdirən bir ziyafət və qonaqlıqdır. Həzrəti Peyğəmbər salavatullah buyurur, ən bədbəxt insan odur ki, bu ayda özün bağışlada bilməsin. Başqa bir hədisdə buyurulur ki, insan bu ayda bağışlanmasa, ümid var ki, Ərəfə günü bağışlana. Ərəfə günü, yəni həc ziyarətində ki, Allah hər birimizə nəsib eləsin, gedənlərə də, getməyənlərə də. Zilhiccənin 9-cu günü Ərəfə günüdür. Qurban bayramından bir gün əvvəl. Həmin gündə xüsusi əməllər var Ərəfə günündə. Buyurur ki, bu ayda bağışlanmasa insan, ümid var ki, Ərəfə günü bağışlana, orada da bağışlanmasa da onun işi qurtardı. O heç vaxt bağışlanmayacaq. Nəyə görə Allah deyir ki, o heç vaxt bağışlanmayacaq? Bizi biraz ümidsiz eləmir bu söz. Biz insan fikirləşəndə, Allah niyə məni ümidsiz eləsin? Niyə məni ümidsiz olum? Allah özü demirmi ki, naümid olmayın ilahi rəhmətdən? Amma öz deyir, bağışlanmasa. Ona görə buyurur bağışlanmasa ki, bugün bağışlamaq üçün bütün bəhanələr və vasitələr açıqdır. Buyurur, cəhənnəmin qapıları hamısı bağlandı. Elə ki,
mübarək Ramazan ayı daxil oldu, cəhənnəm qapıları bağlıdır. Behiştin bütün qapıları sənin üzvə açıqdır. Sən orada nə etməlisən? Xalis niyyətlə öz Rəbbindən istəməlisən. Əgər bunu da eləyə bilmirsənsə, deyirsən, bəs necə bağışlana bilərsən? Sənin bağışlanmağın necə mümkündür? Sən deyir, bir addım at da, bir hərəkət elə, bir dua elə. Deyir, tənbəlləri yığırlar bir yerə, Ramazan ayında belə sözlər demək olar, gözəl günlərdir. Tənbəlləri yığırlar bir binaya, deyirlər ki, biləkdə bunların hansı daha çox tənbəldir, hansı biraz az tənbəldir, binanı yandırırlar. Yandırırlar, biri qışqırır da getmir heç yerə. Pəncərədən qışqırır, ay cəmaat mənə kömək edin, o qədər tənbəl olur da qaçmır, hərəkət eləmir. Deyir, ay cəmaat mənə də kömək eləyin. Deyir, yanındakı deyir, məni də deyir, məni də deyir, məni də deyir. İnsan dua da eləyə bilməyəndən sonra da Allah necə bağışlasın onu? Deyir, dua elə də, istədiyinin ilahi bağışla da məni. Heç olmasa da eləmişəm də, bu səhvləri eləmişəm. Səmimi keçən dəfə dedim, Allah istəyir insan rəsmi yox, səmimi söhbət eləsin Rəbbi ilə. Məhrəm hesab eləsin özün Rəbbinə. Çünki Allahdan yaxın insana ikinci bir varlıq yoxdur. Ən yaxın hesab elədiyi valideyn belə Allahdan yaxın ola bilməz. Və nəhnu əqrabu ileyhi min hablil vərid. Quran-ı Kərimdə mübarək Qaf surəsində Allah Teala buyurur. Buyurur ki, insanın nəfsinin insana nə vəsvəsə elədiyin biz bilirik. Bilirik insanın nəfsi insana nəyi deyir. Yəni Allah deyir ki, insan sən demə ilahi, mən nəfsimə qalib gələ bilmədim. Bacarmıram özümdən. Mən bilirəm deyir, sənin nəfsin sənə nə deyir. Sən bacara bilərsən ya bacara bilməzsən, bunu da bilirəm. Nə vəsvəsə eləyir sənin nəfsin, səndən nə istəyir, onu mən bilirik, biz bilirik, Allah Teala buyurur həmin ayədə. Və ardıca buyurur ki, və nəhnu əqrabu ileyhi min hablil vərid. Biz insana şah damarından da yaxınıq. İnsanın nəyi istəməsi, nə istəməsi, insana nə lazım olmasın biz bilirik və biz təyin eləmişik. O müalicəni biz təyin eləmişik ki, insan hansı şəkildə müalicə alsa, daha tez sağalar. Ona görə buyurur, insan belə bəhanələr axtarmasın. Deməsin ki, ilahi, mən bacarmadım, mənim işimlə düz gəlmir, mənim, məsələn, ailə vəziyyətimlə uyğun deyil, mənim dolanışığıma uyğun gəlmir. Deyir, dolanışığa uyğun gəlmir, bax, yemə. Bunu da ləğv elədi. Bu bir ay da yemək yeməyəcəksən. Gündüzlər heç nə yemə, heç nə içmə. Mənim cibimə uyğun deyil, mənim düşüncəmə uyğun deyil. Deyir, bunların hamısını qoy kənara, bunu mən bilirəm ki, sənə aid deyil bu sözlər. Bunlar sənin sadəcə bəhanə axtarmağından irəli gələn sözlərdir. Çünki biz səni yaratmışıq, səndə olan proqramları biz təyin eləmişik və biz yerləşdirmişik. Və nəhnu əqrabu ileyhi min hablil vərid. Şah damarınızdan belə mən sizə yaxınam. Sizin bütün istəklərinizi, sizə lazım olanları, sizə lazım olmayanları, sizin məhv eləyəcək xüsusiyyətləri biz tanıyırıq, ona görə təyin edirik. Bunu eləmək olar, bunları eləmək olmaz. Həzrəti Peyğəmbər salavatullah buyurur xütbənin arxasıca vəzkuru bicu'ikum və ətəşikum fihi cu'ə yevmil qiyamah və ətəşəh. Buyurur, öz acılıq və susuzluğunuzla qiyamət gününün acılıq və susuzluğun xatırlayın. İlahi, mən niyə oruç tutmalıyam, niyə az qalmalıyam? Deyir, fəqirlərin halını biləsən. Deyir, yoxu bundan əlavə niyə? Səbəb nədir? Deyir, bundan əlavə odur ki, qiyamət günü bil ki, acılıq və susuzluq elə bir həddə olacaq. 17, 18 saat, 15, 16 saat sən acılıq və susuzluğa tab gətirə bilmədiyin təqdirdə günlərlə qiyamətin dayanacaqlarında ac və susuz qalacaqsan. O günləri xatırla. O günləri xatırla ki, mən o gün sənə dözüm verim. Məşq elə bu gün 16-17 saatla məşq elə ki, heç olmasa 17-18 gün az qala bil. O günü mən şərt olaraq deyirəm.
Yəni insana Allah bir məşq öyrədir, bir təlim verir. İnsan bir yavaş-yavaş özünü hazırlasın qiyamət gününün o çətinliyinə, o ağrı acısına. Ki o gündən hər birimiz üçün var, hər bir şəxs o ağrı acını qismən də olsa yaşayacaq. Bir o özünü hazırla o günə. İlahi rəhmətdən də məyus olma. Allahdan istə, Rəbbindən istə ki, o gün səni pis vəziyyətdə buraxmasın. Və təsəddəqu alə füqəraikum və məsakinikum. Fəqir və miskinlərizə sədəqə verin bu ayda. Fəqir və miskinlərizə. Diqqət edin, bu çox önəmli məsələdir. Fəqir və miskinlərizə. Hər yerə yox, hər kəsə yox. Fəqir və miskinlərə sədəqə vermək lazımdır. Çalışın iftar açdı, düzdür, iftar açdı belə bir haldır ki, hər kəs olsa daha yaxşıdır. Hər kəs olsa. İftar açdı da ancaq fəqirlər, ancaq zənginlər yox, belə olmasın. Elə bir yerdə çağırın, bir yerdə dəvət edin. Qoy cəmiyyətdə ayrı seçkiliyi görsənməsin. Fəqir utanmasın, xəcalət çəkməsin. Hamısı bir yerdə olsun, bu gözəldir, bu yaxşıdır. Mən demirəm, ancaq iftarı, ancaq fəqirlərə verin, fəqirləri dəvət edin. Yox, buna ehtiyac da yoxdur. Fərdi verdiyin təqdirdə, ehsan elədiyin təqdirdə, sədəqə verdiyin təqdirdə bunu nəzərə almalısan. Və təsəddəqu, sədəqə verin, amma fəqir və miskinlərə sədəqə verin. İftara dəvət eləyəndə toplum şəkildə dəvət edin. Xəcalət çəkməsinlər, utanmasınlar, gəlməyə ar eləməsinlər. Deməsinlər ki, mənim heç nəyim yoxdur, mənim imkanım yoxdur, mən fəqirəm, miskinəm, ona görə məni çağırıblar. Fəqir və miskinlərə deyir, ancaq sədəqə verin. Qoymayın ac qalsınlar, qoymayın susuz qalsınlar. Qoymayın onlar, xüsusən yetimlər barədə hədislər, o qədər hədislər var ki, imkan verməyin, onlar valideynlərinin yoxluğunu hiss eləsinlər. Maddi cəhətdən, mənəvi cəhətdən hiss eləyəcəklər, o öz yerində. Amma maddi cəhətdən imkan verməyin. Hətta bəzən mənəvi cəhətdən də dəstək olun, nəvaziş göstərin, sevin, məhəbbət göstərin. Onlar görsünlər ki, biz ehtiramlı insanlarıq. Həzrəti Peyğəmbər sallavatullaha xanım Xədicə ilə düşmən oldular, Məkkə əhalisi. Xanım Xədicə bilirsiniz də, bir neçə gün bundan əvvəl Həzrətin şəhadət günləri idi. Xanım Xədicənin məqamı çox böyükdür. Həzrət Rəsulullah elə bir məqamı var idi ki, Həzrəti Peyğəmbər sallallahu xanım Xədicə ilə Həzrəti Əbu Talibin əleyhissalamın atasının dünyadan köçdüyü ili hüzün, qəm-qüssə ili adlandırdı. Elan elədi, il boyu hüzün ili. Bəzən deyirlər, niyə yas mərasimi saxlanılır, niyə 3 saxlanılır, 7? 3-7 deyil bu, ildir, bütövlükdə il. Həmən ili hüzün ili, qəm-qüssə ili adlandırdı Həzrəti Peyğəmbər sallallahu. Xanım Xədicə Peyğəmbər sallallahu ailə qurandan sonra Məkkənin sayılıb seçilən şəxsləri, xüsusən xanımları Xanım Xədicədən üz döndərdilər. Üz döndərdilər. Səbəbi də o idi ki, Əbu Talibin Peyğəmbərin barəsində deyirdilər. Çünki Peyğəmbəri babasından sonra Əbu Talibi himayəsinə götürdü. Dedilər, Əbu Talibin yetiminə gedib ailə qurmuşsan onunla ailə qurduğuna görə səndən imtina edirik. Səbəbləri də bu idi, əsasları da bu idi. Bir nəfər Allah deyir, yox, yetimlərə nəvaziş edin. Fəqirlərə nəvaziş edin, imkansızlara əl tutun, imkansızlara yardım edin. Nə qədər eləyim, ilahi, deyir, nə qədər bacarırsan o qədər. Vəttəqullaha məstəta'tum. Quranda bir yerdə bu ayə var. İnsanın ürəyinə, bu mövzuya uyğun, ürəyinə yatan ayələrdəndir. Bütün ayələr yatır, amma bu mövzuya uyğun daha dəqiq ifadə olunur. Buyurur, təqvalı olun. İlahi, nə qədər? O təqvanın ölçüsü nədir? Meyarı nədir? Həddi nədir? Miqdarı nədir? Mən nə qədər ilahi təqvalı olum, deyir, məstəta'tum, bacardığım qədər. Diqqət edin, bacardığım qədər. Peyğəmbər sallallahu bacarırdı təqvalı olmaqda müəyyən bir həddə,
mən bacarıram kiçik bir həcmdə, kiçik bir həddə, deyirsən kiçik bir həddə, öz həddində təqvalı ol. Öz hədd və çərçivində Allahından qorx, əməlləri icra elə. Sənin duaların Peyğəmbərin duası kimi olmayacaq. Sənin məqamın Peyğəmbərin məqamı kimi olmayacaq. Amma öz çəkində, öz həddində, öz çərçivində, öz Rəbbindən qorx. Həmin o hər kəs bacardığın eləsə cəmiyyətdə nə problemlər qalar, nə nöqsanlar qalar. İnsanın özü də bacardığın elədikcə inkişaf eləyər. Görürsən, insanda eyib nə zaman bilinir? Digər problemlər və nöqsanlar həll olunanda. Məsələn, mən heç bir dürüst işlə məşğul deyiləm, mənim hansısa bir nöqsanımı heç kim deyə bilməz. Niyə deyə bilməz? Çünki görsənmir axı mənim digər əməllərimin yanında. Amma mən əməllərimi müəyyən bir qismin düzəldəndən sonra, tənzimləyəndən sonra həmin o nöqsanlarım yavaş-yavaş qabarıq görsənir. Görsənir ki, mən filan əməli düz eləmirəm. Başlayıram, o əməli düzəldəndən sonra daha gizli bir nöqsanım ortaya çıxır. Onu düzəltdikcə daha gizli. Allah istəyir insanı daxildən islah eləsin. Ona görə buyurur, vəttəqullaha məstəta'tum. Bacardığınız qədər təqvalı olun. İnsan bacardığı qədər Rəbbindən qorxsa, insan bacardığı qədər öz Rəbbinə itaət eləsə, təqvalı olsa, sədəqəni bacardığı qədər versə, ibadətin bacardığı qədər eləsə, ehtiram, əl tutma, insanların qarşı nəvaziş və diqqət bacardığı qədər, sadəcə bacardığı qədər, artıq yox. Bu miqdar bəs eləyir insanın kamilləşməsi üçün. Və vəqqiru kibarakum və ərhamu siğarakum. Həzrəti Rəsulullah buyurur ki, xüsusən bu ayda, hazırlıq ayda da, mübarək Ramazan ayında böyüklərinizə hörmət edin. Özünüzdən böyüklərə hörmət edin, ehtiram edin. Bu, İslam dininin əhəmiyyət verdiyi ən xüsusi işlərdən və xüsusiyyətlərdən biridir. Bir, özünüzdən böyüklərə ehtiram edin. Kiçiklərə də rəhm edin. Böyüklərə ehtiram, hörmət, kiçiklərə rəhm, mərhəmət. Kiçiklər sizin mərhəmətinizə sığınsın. Sizi görəndə elə bilməsinlər ki, bu cəllad gəlir. Bu gələcək nəsə məni danlayacaq yenə. Bu gələcək nəsə mənə töhmət vuracaq. Belə görməsinlər, belə baxmasınlar. Övladlarınız da belə eləməsin. Kənarda olan digər kiçiklər də. İnsanlarla sevgi ilə, o səmimi insana məsləhət verəndə bilinir də, görsənir. Hiss olunur. Görsən, insan sevgi ilə nə isə deyir, məhəbbətlə deyir, istədiyindən deyir. Bir də var, danlaqla deyir, töhmət vuraraq, tənə eləyərək deyir. Deyir, bu böyüklərə hörmət edin, bu öz yerində. Kiçiklərə də mərhəmət edin. Bu ay bir məşqdir ki, siz məşq edin, növbəti aylarda da bunu həyata keçirəsiniz. Vəsilu ərhaməkum və öz qohumlarınızı ziyarət edin. O qırılmış əlaqələri bərpa edin. Gedin, yad edin qohumları. Yad edin ki, qiyamət günü Allah da sizi yad eləsin. İndi ola bilər qohum, əqraba sənə qarşı düşməndir. Deyir, sən sadəcə o əlaqəni bərpa elə, yad elə. Bu, sənin tərəfindən onun tərəfinə olan baxışdır. İndi o sənə necə baxır, özü bilər, Rəbbi bilər. Vəhvəzu əlsinətəkum və quddu əmmə la yəhillu nəzəru iləyhi əbsarəkum və əmmə la yəhillu istima iləyhi əsmaəkum. Bu xütbə əslində çox geniş bir xütbədir. Yəni, böyük bir izaha ehtiyac var, amma mən üstündən çalışıram keçim. Ki, bu bir neçə cümləyə yekunlaşdıraq, düzdür, yekunlaşdıra bilməyəcək, amma hər halda. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, dillərinizi qoruyun, dilinizi qoruyun. Orucsan, qarnını qoruyursan, yeməkdən, içməkdən, dilini də qoru. Dilimi qoruyun, bəs eləyir, deyir, yox. Adam var, görürsən də, səhərdən axşama kimi dilindən zəhər tökülür.
Xüsusən oruc olanda. Adam var, oruç tutanda elə evdə, ailədə, yoldaşlar arasında deyir ki, ayla, bu Ramazan ayı qutarsaydı canımız qurtarardı. Bezdik bunun əlindən. Onu acılayır, buna bir nalayiq söz deyir. İndi acıb da, mədə boş, narahatçılıqlar da hamısı öyrəşməyib boş qala. Həmin o siniri, həmin o enerjini yönləndirir insanların acılamağa. Bir qərb alimlərindən birinin sözüdür bu. Deyir ki, insanlar qəlblərində olan kin-küdurəti enerjiyə çevirsəydilər, bütün dünyanı işıqlandırardı. Bütün dünyanı işıqlandırardı. Peyğəmbər salavatullah və məsum imamların, dəyərli şəxsiyyətlərin sözlərinə qulaq asmayan, heç olmasa həmin o şəxsin sözünə qulaq assın ki, o da onu deyir. Onlar da onu deyir. Deyir, həmin o kin-küdurət ki, insanın qəlbində var, o enerji var, onu müsbət bir enerjiyə çevirsin, bütün dünyanı işıqlandırmaq olar. Bu da həmin o kinin çevirib insanları acılamağa. Yəni, sən acsan, Allah deyir, qarın boş olsun, mədə boş olsun ki, beyin fəaliyyətdə olsun da, beyin daha gözəl işləsin. Bunun da beyni işləyir, ancaq həmin istiqamətdə, insanları alçaltmaq uğrunda çalışır. Yəni, belə bir oruc heç bir savaba nail ola bilməz, belə bir oruç tutan insan. Həzrət buyurur ki, vəhfəzu əlsinətəkum, dillərinizi qoruyun, dilinizi acı sözdən, təhqirdən, nalayiq sözlərdən qoruyun. Əgər qorunmasınız, bilin ki, bu oruç sizi xilas eləyə bilməyəcək. Oruç tutmaq ancaq ac qalmaq deyil. Oruç tutmaq insani dəyərlərə özünü öyrəşdirməkdir. İnsani yaşam tərzinə insanın özünü öyrəşdirməsidir. Oruc budur. Oruc elə mən sadəcə az qalım, Həzrəti Mövla Əli ibn Əbi Talib buyurur. Buyurur, nə çox oruç tutanlar ki, imsakdan, iftara ac qalmaqdan başqa bir iş görmürlər. Nə çox namaz qılanlar ki, əyilib durmaqdan başqa bir iş görmürlər. Bunu bizə başa salır bizim imamımız, Mövlamız. Deyir ki, siz elə bilməyin, oruç tutmaq ancaq ac qalmaqdır. Ac qalmaq oruç tutmaqla fərqlidir. Əyilib durmaqla namaz qılmaq, bunlar fərqli anlayışlardır. Dillərinizi qoruyun. Və quddu əmmə la yəhillun nəzər iləyhi əbsarəkum. Gözlərinizi haram olan şeylərdən qoruyun. Baxılası halal olmayan şeylərdən saxlayın. Baxmaq olar, bax. Baxmaq olmaz, baxma. Çünki oruçsansa gözün də oruc olmalıdır, dilin də oruc olmalıdır. Və əmmə la yəhillul istima iləyhi əsma'əkum. Və qulaqlarınız eşidiləsi olmayan, haram, eşidilməsi haram olan sözləri eşitməyin, dinləməyin. Haramdır, qulaqlarınızı saxlayın, qoruyun. Əgər qulaqlarınızı qoruya bilsiniz, gözlərinizi qoruya bilsiniz, dilinizi qoruya bilsiniz, bu insanın uğuru deməkdir. Bu orucdan nəsə əldə edib bu insan. Təfsir alimlərindən birinin bir sözü var. Buyurur, cəhənnəmin 7 qapısı var. Düzdür, cəhənnəmdən istəmirəm danışam da mübarək Ramazan ayıdır. Qapıları bağlıdır, istəmirik qapıların adını tutub açaq. O bəzi şeylər var, insan ilə adını tutanda yaxınlaşır. Heç yadına salmayanda gəlmir. Amma yada saldıqca görürsən qarşıva çıxır. Ləhə səbəətü əbvabin likulli babin minhum cüz'un məqsum. Buyurur, onun, yəni cəhənnəmin 7 qapısı var. Hər bir qapıdan bir qrup, bir dəstə cəhənnəmə daxil olacaq. Bu ayənin təfsirində buyurur alimlərimizdən biri. Buyurur, bilirsiniz niyə cəhənnəmin 7 qapısı var? Behiştin 8 qapısı. Cəhənnəmin ona görə 7 qapısı var ki, insanlar adətən 7 üzvlə günah edir. Adətən 7 üzvlə günah edir. Dildir, ağızdır, gözdür, qulaqdır. Daha doğrusu dil, ağız bu birdir. Ağız, dil, bir, göz, qulaq, əllər, ayaqlar, qarın və qarından aşağı. Bu 7 dənə üzv var ki, insan adətən bu günahlar edir. Bu hisslərlə, bu üzvlərlə günah edir.
Buyurur, cəhənnəmin də ona görə 7 qapısı var ki, hər bir günah sahibi hansı üzvlə daha çox günah eləyir, həmən o günahın sahibi həmən qapıdan daxil olacaq cəhənnəmə. Cəhənnəmin 7 qapısı olmağın bir hikməti də budur. Ona görə Həzrət buyurur, Həzrət Rasulullah, əmmə la yəhillul istima ileyhi əsma'akum. Qulaqlarınızı eşidiləsi haram olan şeylərdən qoruyun. Sözlərdən, dinləməkdən, çalışın dinləməyin. Haramları, pis işləri. Görürsən adamdır, orucdur, dil gedir harama, qulaq gedir, göz gedir. Belə dili, elə bəzən bir də görürsən, elə zikir də deyir. Göz gedir, o yan bu yana gəzir, amma bu zikri deyir. Və təhənnənu əla əytamin nas, yutəhənnən əla əytamikum. Başqalarının yetimlərinə hörmət eləyin, məhəbbət eləyin, nəvaziş eləyin, rəhm eləyin. Gördüm bir nəfər yetimdir, bir nəfər itirib əzizlərin, yaxınların, sən ona təhənnə, yəni rəhmət elə, mərhəmət elə. Niyə ilahi mərhəmət eləyim? Ona görə ki, zaman gələr sən də dünyadan köçərsən, sənin də yetimlərin qalar ki, onlara da qoy rəhm olunsun. Bütün dünya səbəb nəticə əsasındadır. İnsan elədiyi əməlin qarşılığını alır. İnsana nə veribsə insan onu əldə edir, ona onun qarşılığı ödənilir. Dünyada belədir, baxış. Məsələn, görürsən 30 il bir nəfər haram eləyə, günah eləyə, 31-ci ildə görürsən qarşısına bir dənə pis iş, əməl çıxdı. Deyir ki, ilahə, mən də haram tövbə eləmişəm də. Düzdür, tövbə eləmirsən, Allah bağışlayır. Amma sənin elədiklərinin nəticəsi də var axı. Elədiklərinin sən əsrinə çevrilirsən. Ona görə müəyyən həddə bu çətinliyə dözməlisən ki, sən eləməsəydin o 30 ildə həmin o günahları, o nöqsanları, o qüsurları, bu 31-ci ildə aram olardın. Elədiklərinin qarşılığı sənə verilir. Deyir, sən də başqalarına mərhəmət elədi. Sən də başqalarının yetimlərinə mərhəmət elə. Hələ savabı qoyaq kənara. Vay o gündən ki, bir nəfər yetimi ağlada, bir nəfər yetimi sızlada, bir nəfər yetimin payın yiyə, yetimin haqqın yiyə. Bu zaman nə baş verir? Quran deyir ki, o barədə onlar od yeyirlər. Onlar ki, yetimlərin malın yeyirlər, qarışdırıb özdə öz malları ilə birlikdə yeyirlər. Demirə, alıb əlindən yeyirlər. Öz malları ilə qarışdırıb yeyirlər. Onlar qarınlarında od var, alov var. Onlar od yeyirlər. Amma onun fərqində deyirlər ki, bunlar nə yeyirlər? Elə bilirlər, elə yemək yeyirlər. İnsanın zəkatı, insanın sədəqəsi, Allah insanın malından, ruzisindən ayırıb həmin o yetimlər üçün, həmin o fəqirlər üçün, həmin o füqara, miskin üçün, kimsəsizlər üçün. Onlara sən verməsin, elə bir günə qalarsan, məcbur qalıb artıq şəkildə gedib pis yerlərə, başqa yerlərə verərsin. Özdə məcbur qalarsan verərsin. Amma Allah deyir, könüllü şəkildə sədəqələrinizi verin. Sədəqələrlə özünüzü müalicə eləyin. Həstələnmirsən, sədəqə çıxart. Çətinliyin var, sədəqə çıxart. Problemlə qarşılaşmışsan, sədəqə çıxart. Sədəqələrlə deyir, özünüzü müalicə eləyin. Bir sədəqə Həzrət buyurur ki, 70 dənə insanın başına gələcək, özdə 100% gələcək bəladan insanı qoruyar. Bir dənə sədəqə vermək Allah yolunda. Amma Allaha xatir. Bunu da deyim, sözümü yekunlaşdıram. Allaha xatir yəni nə? Allaha xatir odur ki, sənin sədəqə verdiyin adam sabah o sədəqənin qarşılığında sənə bir ehtiramsızlıq eləsə, sənin də ağlıva və yaxud da dilivə gəlməyə ki, mən sədəqə vermişəm buna. Sadə şəkildə desək, Allaha xatir yəni bu. Yəni, Allaha xatir vermişsən, mövzunu bağlamısan. Plan kəsən mən belə elədim, o belə elədi. Bu müzakirələr olmamaq şərti ilə. Ona görə Həzrət buyurur ki, başqalarının yetimlərinə hörmət eləyin, mərhəmət eləyin ki, Allah da sizin yetimlərinizə mərhəmət eləsin. Allah and verək izzətinə, əzəmətinə, bizləri bu günlərin feyz və rəhmətindən bir nəsib eləməsin. İnşallah mübarək Ramazan ayı xalqımız üçün,
millətimiz üçün, dövlətimiz üçün mübarək qərar versin inşallah.